Salam. Düzdür. Adətən hava haqqında məlumatı qızlar deyil. Amma bu səfər mən deyəcəm. Deyirəm ki, sabah arxayın evdən çıxa bilərsiniz. Dağ ətəyi yerlərdən keçməzdən əvvəl deyim ki, bu ətək nədir? Yufka. Deməli, yaxşı dağın ətəyi olmaz. Şalvarı olar. Hava tutulub açılacaq. Yəni tutulmaqdan qorxmayın. Mən də tutulub çıxmışam bayıra. Karoçi, sabah dağlara qar yağacaq. Bunu bilin deyik. Əsas odur nə bu həyatda? Güvəndiyimiz dağlara qar yağmasın. Bax, ayaqqabısı su buraxanlar. Sabah ayağınızın altına, ayaqqabınızın altına pingibin klok salın. Bir də ki, mama şabızda deyin ki, zivədən paltarları yıxsın. Baxıma da bir əziyyət çəkib yuyub sərib oradan. Bir də ki, çalışın cibinizdə həmişə pul olsun. Pul olanda cibinizdə hava həmişə yaxşı olur. Fərqi yoxdur. Əsas məlumatı çatdırım sizə. Sabah gecə 12-dən sonra divijen eləyən bratlarım. Çalışın atdan qalın günün. Hava bir sərinləyə bilər. Hava haqqında bu qədər.